Bugün 10 saat modeli. Bugünkü modelimiz dağınıq ev topuzudur. Çoxdan da yoxluyordum. Nəhayət ki öyrəndim. Bugün saniyələr içində sizdən necə dağınıq ev topuzu eləyə bilərsiniz, onu göstərəcəm. İndi bizə 2 dənə rezin lazımdır. Biri belə adi rezin, bir də ondan daha böyük bir rezin. Normalda sadəcə bununla eləyirlər, amma mən bunu alındıra bilmirəm. Ona görə ikisi ilə bir yerdə eləyirəm. Əvvəlcə saçımızı bu formada adi at quyruğu yığırıq. Buradan biraz çıxardıram ki, tam belə dağınıq topuz olsun. Çox özən göstərmədən adi belə bir şey yığdım. Saçımı bu vəziyyətə gətirdim, amma istəsəz siz hörə də bilərsiniz. Mənim hörməyə həm axutum yoxdur, həm də hörəndə məncə qəşəng olmur o qədər də. Ona görə belə elədim. Və bitdi. Bu qədər. Uzun zamandır ki, adi bir dənə rezinlə yoxlamağa çalışıram, amma alındırmırdım. O böyük rezinlə yoxlayandan sonra gördüyünüz kimi belə qəşəng alına bilir.